Telefon asılılığı dopamin sistemini sıradan çıxarır. Dopamin nədir? Dopamin motivasiya, fokuslanma, istəyirəm hissini yaradan hormondur. Yəni işləməkdir, kitab oxumaqdır, idman eləməkdir. Ümumiyyətlə həyat eşqidir ki, bunların hamısı dopaminlə bağlıdır. Bəs telefon nə edir? Telefonda daimi bizə bildirişlər gəlir, şəbəkələrdə like edirik, paylaşımlar edirik, qısa videolar izləyirik və s. Bunlar hamısı beyində davamlı və sürətli dopamin sıraşı yaradır. Elm buna supernormal stimulus deyir. Yəni təbii həyatdan daha güclü süni stimul. Yəni beyin konkret olaraq deyir ki, bu qədər asan dopamin varsa mən niyə əziyyət çəkim? Telefon asılılığı daim dopamin hormonunu yüksəkdə tutur və dopamin reseptorlarının həssaslığını azaldır. Nəticədə əvvəl sevdiyin şeyləri artıq sevmirsən, əvvəl ləzzət aldığın şeylərdən artıq ləzzət almırsan, motivasiyan düşür, hər şey sənə dadsız, maraqsız gəlir. Həmçinin də beynin prefrontal korteksini zədələyir. Yəni fokusdur, qərar vermədir, özünü idarə etmə bacarığıdır. Nəticədə diqqət dağınıqlığı yaranır, tez bezmə yaranır, hətta adi kitab belə oxumağa səbrin çatmır. Və telefon asılılığı gecə ilə birləşəndə daha çox əziyyət verir bizə. Çünki telefonun mavi işığı melatonin hormonunu azaldır ki, yuxu keyfiyyətimiz pozulur. Telefon özdə dopamin həssaslığı yaradaraq bizi həyatdan bir növ təcrid edir. Qısa və praktik olaraq nə etməliyik ki, dopamin həssaslığını bərpa edək? Açıqlama qismində. Sağlam olun, sağlam qalın.